İçəriyə giriş 50 TL-dir. Yəni bir dənə otağa baxa bilirsiniz, başqa da heç nə. Yəni ən azından məkanda gəldik, gəzdik, gördük sizinlə birlikdə. Gedək görək aşağıdan nələr tapa biləcəyik. Uşaqlar burada hoqqa verirlər, çıxıblar üstünə. Salam aleykum, brodiyaga. Burada Targovun içində elə bir ki, Vasmo üçün bir məkandır. Əgər tanımırsınızsa, bu videoda sizə rəhbərlik edə bilərəm. Düzdür, özüm də o qədər ideal tanımıram, amma ördəklər gəliblər Azərbaycandan istirahətə. Ördək nə gəzir burada? Bu ovat yeməli ördəkdir özdə. Yəni evə necə qayıdacağam onu da bilmirəm. Təsəvvür edin ki, yəni elə bir bura bulvardır. Mən də qalıram Sumqayıtda da, yəni. Deməli dostlar, Taksimin sizə caddələrini göstərməyə çalışacağam. Burada nə qədər insanlar və turistlər var. Burada qəşəng maraqlı bir yerə oxşuyur. Flo mavi, sonra nələr var görək. Ukrayna bayrağına oxşuyur, yoxsa Amerikadır? Türkiyənin bayrağı yəqin konsolosluqdur. Gözümə çarpan bir mənzərə də Taksimin içində belə bir inşaat ərazisini gözəl qrafiklə boyayıblar. Bəzi yerlərdən maşınlar keçə bilir. Burada adətən tramvaylar keçir. Hal-hazırda maşına yol veririk. Taksi yolu falan var burada. Yəni Taksim meydanı belədir. Sizə göstərim. Əgər Türkiyəyə gəlib istirahət eləmək istəsəz, maraqlı yerləri var. Yəni çoxsu demək olar ki, turist. Türklər var, amma 30% falan. 70% turist. Hər ölkədən gələn insanlar var. Gəzirlər özlərini istirahət edirlər. Yəni bizim Targov kimidir, amma Targovda bizdə bu qədər millət yoxdur. Yəni burada daha çox insanlar istirahətə gəlirlər. Bizdə var digər ölkələrdən gələn, amma bunlar qədər deyil də. Nə qədər istəsəz gözəl mağazalar var. İnsanlar çox olduğuna görə burada polislər əlavə yer düzəldiblər özlərinə bağlı. Silahlı güvənlikdir, yəni tam avtomatlarla falan durub insanları qoruyurlar. Bilmirəm çəkişə icazə verəcəklər yoxsa yox, uzaqdan çəkirəm. Belə bir yer var. Burada polislərin vardiya dəyişiklikləri olur. Buradan sizə göstərim, yəni millətin çoxluğunu yəqin ki, videodan görə bilirsiniz. Deməli dostlar, belə bir yer gözümdə idi. Köhnə məkana oxşuyur. Məncə tarixidir. Kilsəyə də bənzəyir. Üstündə deyəsən restoran var. Kilsəymiş. Girək içəri baxaq görək, içəri girə bilirik yoxsa yox. Tarixi məkandır. Bu kilsənin adını bilmirəm, yəqin ki, altda yazaram sizə. Maraqlı. Yuxarıdan da nəsə atmasınlar deyə dəmir falan qoyublar. Fransa Kulbis nəsə belə bir şey yazılıb, tuta bilmədik. Giriş edirik, bilmirəm icazə verirlər çəkişə yoxsa yox. Kilsəyə birinci dəfədə giririk görək, müsəlman olaraq. Qovmasalar yaxşıdır bizi. O filmlərdə olur deyə, film səhnələrində. Bura kim bağlayıblar? İçəri girişə icazə yoxdur. Nəsə danışırlar, bizlik deyil amma. Deməli dostlar, kilsəyə gəlmişik müsəlman olaraq, qovmasalar yaxşıdır bizi. Belə bir heykəlimiz var. Yaxından çəkim. Bir dənə də buradan yazısını sizə göstərim, oxuyarsınız durdurub. Nəsə bir şey başa düşmədim, amma ən azından siz baxasınız deyə çəkdim buranda. Əslində Bakıda da olsa qəşəng olar Targovun içində. Məncə bizdə bu qədər insan yoxdur deyə uşaqlar burada hoqqa verirlər, çıxıblar üstünə. Qovdular deyəsən. Saxladılar, düşürtdülər. Salam aleykum, Burada brodiyaga. Targovun içində elə bir ki, Vasmo üçün bir məkandır.
paltarlar falan satırlar. Buradan da direkt məsəl üçün Taksimə çıxırlar. Deməli bir də belə məhəllə arasıdır, amma bağlıdır. Səhv eləmirəmsə üstü falan yağış yağanda düşməsin deyə qəşəng bir dənə burada şəkil falan çəkə bilərsiniz. Məncə mənzərəsi öz yerindədir. Özüm də çəkim buradan sizə göstərim. Ara məhəllələrdən dostlar düşürük aşağı. Ora dənizə yaxındır. İnsanların içindən çıxıram rahat şəkildə danışmaq üçün. Bu ara məhəllələrdən düşürsən aşağı qəşəng bir dənə mənzərəli yer var. Sonra buradan üz aşağı düşürük. Oradan bilmirəm görürsüz, görmürsüz. Dənizə tərəf gedək görək orada nələr var. Bir dənə də bunların içində qədim ərəb dilində yazılan çeşmədir səhv eləmirəmsə. Bunu da çəkim göstərim sizə. Davam edirik. Burada yüngül var. Aksesuarlar satılan dükanlar var. Turist cəlb eləmək üçün, yəni öz əl sənətlərini nümayiş elətdirilir. Eyni elə İçəri şəhərə oxşuyur. Qarğa bir dənə zibil götürdü, aparacaq atacaq indi cəmaatın başına buradan səni. Dostlar düşürük üzü sahil tərəfə. Sahil də sizə göstərim. Burada köhnə bir dənə qədim yerdir. Yəqin çeşmədir, hə, çeşmədir bura. Çeşməni də qəşəng düzəldiblər amma dindar ölkə olduğuna görə hər tərəf İslam və ərəb dilində yazılır. Burada bir dənə camimiz var. Bir tane də ilərdə camimiz var. Eski yapılar namısı, köhnə tikililərdir, amma qəşəng restavrasiya ediblər. Burada bizim bulvara oxşuyur. Yəni heç seçilmir də Bakıdan. Qiymətlər amma bizə nisbətən çox bahadır. Yəni avtobus 1 manat 20 qəpik idi. Elə avtobuslar var ki 2 manat 3 manatdır. Bizdə ən azından turist gələndə biraz ucuz olur. NFC-ni ödəyəndə 2 qatına vurulur. Mən sonra getdim özümə bir dənə İstanbul bileti aldım. Gedirik amma hara gedirik bilmirik. Sizin üçün video çəkirəm deyə Google Maps açmamışam. Google Maps-dan istənilən yerə, istənilən məkana rahat şəkildə girə bilərsiniz. Həm avtobusları yazır, həm də qiymətlərini yazır. Buranı bağlayıblar. O tərəfə keçmək istəyirəm. Böyük bir dənə vapur var. Öbür tərəf dənizdir. Ora keçmək istəyirəm, keçə bilmirəm. Hələ ki bağlı. Gedək görək hardan içəri keçə bilərik. Güngül sizə mənzərə göstərim. Keçiş burada özəl güvənliklə olur. Yəni içəriyə silah falan daxil olmasın deyə ona görə də şüşə vurublar. Keçidimiz də belədir. Qəşəng maraqlıdır. İçərisində də bahalı pırlantalar satırlar və bizim əsas məkanımıza giririk indi. Vapuru seyr eləmək üçün. Yəni bura girməyə içəri daxil olursunuz. Üstünüzü başınızı yoxlayırlar. Ondan sonra keçirsiniz, rahat şəkildə gəzirsiniz. Dəniz bax budur da, özüdür də. Bir dənə vida bax dənizdə. Gözəlliyə bax dənizin. Bizdə indi geri çəkilib deyə Xəzər dənizi istərsəniz bu görüntünü verə bilmir. Qara dəniz. Yəni mənzərəsi məncə özüdür. İstanbul çox keçədir, həddindən artıq çox böyükdür. Yəni ucu bucağı yoxdur da. Nə qədər istəsəz gəzə bilərsiniz. Amma pul lazımdır təbii ki də burada gəzməyə, elə müftə gəzə bilmərsiniz. Deməli dostlar, gəzirik hələ ki sizə göstərəcəm bəzi yerləri sizinlə birlikdə. Dənizin qırağında yüngül var göstərdim. İstəsəz gəlib buranı gəzə bilərsiniz. Yəni əgər tanımırsınızsa bu videoda sizə rəhbərlik eləyə bilərəm. Düzdür, özüm də o qədər ideal tanımıram, amma yenə də yəni göstərirəm ki, belə mənzərə özü. Dəqiqə düşəcəm dənizin içinə, üzə də bilmirəm, zibilim çıxacaq. Dostlar deyəsən ördək tapdım burada. Ördəklər gəliblər Azərbaycandan istirahətə. Ördək nə gəzir burada? Bu vat yeməli ördəkdir özü də. Yəni orayla buranı kəsiblər ki, yəni hər adam içəri girə bilməsin də, güvənliyi qorumaq üçün. Bura böyük şəhər olduğuna görə, yəni hər tərəfi qorumalıdırlar. Burada biraz terror söhbətləri falan çox olub deyə. Ona görə də hər tərəfi qoruyurlar ki, problem olmasın. Turistlərə hər hansısa bir xələl yetirməsin. Yəni hamı burada deyir ki, Türkiyə biraz qorxuludur falan, boş söhbətdir. Yəni bu məkanlar qorxulu deyir, qıraqlar deyə bilmərəm. İstanbulun o məşhur körpüsü, bilmirəm amma körpülər çoxdur deyə hal-hazırda bilmirəm bu o məşhur körpü budur yoxsa yox. Biraz yaxınlaşmağa çalışacağam, onsuz da bekarıq. Bu gün sizə Türkiyənin bəzi yerlərini tanıtmağa çalışacağam və günlük vloqlar çəkəcəm ki, ən azından kanalımız biraz düşməsin. Türkçə kontentlərimiz, short videolarımız gələcək, amma vlog videolarını hər gün çəkib sizə paylaşmağa çalışacağam. Və burada sol tərəfində mollar kimidir, mağazalardır. Qəşəng mənzərəli və görməlidir. Məncə maraqlıdır. Mərtəbədə gəzirik. Buranın mənzərəsi, yəni belədir. Az öncə sizə təqdim elədim. Of, mənzərə gözəldir ya məncə. Düz deyil. Buradan da şəhərin mənzərəsinə baxa bilərsiniz. Yəni keçək buradan içəriyə. Və burada maraqlıdır. Gəzib görüləcək yerlərdən biridir. Şəkil çəkmək üçün idealdır.
Bura tam ayrı şəhərdir. Yəni içəridə çoxsu xaricilərdir. Bunlar təşkildir də, istirahət mərkəzi kimidir. Bizdə də səhv eləmirəmsə Sibirizin yanında bir dənə mol olmalıdır. O molda da bizdə belə bir yer var, amma balacadır. Burada insanlar çox olduğuna görə istər-istəməz məkanı böyük tutmalıdırlar. Və dostlar, hələ də gəzirəm və harda olduğumu, hansı məkanda olduğumu bilmirəm, adını da bilmirəm. Yəni internetdə araşdırsaz məncə tapa bilərsiniz. Qabağımda bir dənə qəşəng 3 mərtəbəli yer var. Orada maraqlıdır. Evə necə qayıdacağam onu da bilmirəm. Təsəvvür edin ki, yəni elə bir bura bulvardır. Mən də qalıram Sumqayıtda da, yəni o dərəcədə uzaq. İnşallah qayıdarıq axşam olmamış. Avtobus olmayanda məcbur taksiyə falan minirsən, onlar da çox bahadır. Həddindən artıq çox bahadır. Ona görə də metro kartı almağı unutmayın bura gələndə. Taksilər həddindən artıq turistlərə çox baha aparırlar. Körpüyə doğru gedirik, amma körpü çox uzaqdır. Ora qədər bilmirəm gedə biləcəm yoxsa yox. Buradan səhv eləmirəmsə vapurla falan öbürü adaları falan keçə bilirsiniz. Avtobus kimi, yəni metro kimi burada da vapur sistemi var. Gəmi ilə ulaşım. Bizdə də olsa məncə maraqlı olar, turistləri cəlb eləyər. Burada İstanbulun əsas körpüsü, tanınan o məşhur körpü. Böyük gəmilər falan gedir. Nə bilim, maraqlı yerdir də, gəlib görə bilərsiniz də. Gəlmədiysəniz gəlib görə bilərsiniz. Mənzərəni də sizə buradan göstərim. Burada bayaqlar gəzdiyimiz sahilin kənarında olan böyük mağazalar, kafelər və istirahət mərkəzləridir. Dostlar, belə mikrofonu çıxartdım. Sizə istəyirəm buranın təmiz səsini hiss elətdirim. Gedək evimizə yavaş-yavaş. İnşallah ikinci bölüm, üçüncü bölümdə sizə təqdim eləyəcəm. İstanbulda haranı gəzib görə bilərsiniz. Mən hələ özüm araşdırmadayam. Sizinlə birlikdə araşdırırıq. İkinci, üçüncü dəfə gələndən sonra inşallah sizə təqdim eləyəcəm ki, buralar nədir, nə deyil, adını falan hər şeyi təqdim eləməyə çalışacağam. Özə yaxşı baxın. Görüşərik. Türkiyədə bizim izləyicilərimiz var. Sizə salam demək istəyir. Nə demək istəyirsiniz? Öncelikle bize merhaba. Camideyiz bugün de. Hepinizi çok seviyoruz. Buradan Azerbaycan'a selam olsun. Hepimiz size selamlar yolluyoruz. Eyvallah. Abone olmayı unutmayın. Like da atın. Eyvallah.